Ticarət, kənd təsərrüfatı, sənaye və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayının artması büdcə daxil olmalarını genişləndirir. Eyni zamanda kiçik və orta biznesə göstərilən dövlət dəstəyi, güzəştli kreditlər və vergi təşviqləri sahibkarların fəaliyyətini stimullaşdıraraq vergi bazasının böyüməsinə şərait yaradır. 2026-cı ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası Ticarət Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 54,5 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrlə müqayisədə 8,3% və ya 4,2 milyon manat çoxdur. Qeyri-dövlət sektorunun daxil olmaları 38,8 milyon manat təşkil edib. 2025-ci ilin eyni dövrlə müqayisədə bu sektordan vergi daxil olmaları 20,6% və ya 6,6 milyon manat artıq olub. Son dövrlərdə rəqəmsallaşma proseslərinin sürətlənməsi də vergi daxil olmalarına müsbət təsir göstərən əsas amillərdəndir. Elektron qaymə fakturalarının tətbiqi, onlayn kassa aparatlarının istifadəsi və vergi ödəyicilərinə təqdim olunan elektron xidmətlər həm şəffaflığı artırır, həm də kölgə iqtisadiyyatının həcmini azaldır. Bu isə nəticə etibarilə dövlət büdcəsinə daxil olmaların artmasına səbəb olur. Ödənilən vergilərin 71,2% qeyri-dövlət sektorunun, 28,8% isə dövlət sektorunun payına düşüb. Bundan başqa, 2026-cı ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxil olmalar ötən ilin eyni dövrlə müqayisədə 9,8% artaraq 1,1 milyon manatdan artıq olub. Bununla yanaşı, vergi mədəniyyətinin formalaşdırılması istiqamətində aparılan maarifləndirmə tədbirləri də diqqətə layiqdir. Vətəndaşlar və sahibkarlar arasında vergi öhdəliklərinə məsuliyyətli yanaşmanın təşviqi könüllü vergi ödəmələrinin səviyyəsini yüksəldir. Bu prosesdə vergi orqanlarının şəffaf və xidmət yönümlü fəaliyyəti mühüm rol oynayır. Sahil Əliyev, Tərlan İbrahimova, Cavad Hüseynov, NTV Xəbər.